Hər şey bu səslə başlayır. Sən sadəcə smartfonun ekranında o düyməyə basırsan və bir neçə saniyə sonra bankdan bildiriş gəlir. Sənin üçün proses burada bitir. Elə deyilmi? Sənə elə gəlir ki, bir neçə gün gözləməlisən. Amma sən əslində elə bir nəhəng mexanizm işə salırsan ki, bu bəşəriyyət tarixinin ən mürəkkəb zənciridir. Hazır ol, çünki növbəti 5 dəqiqə ərzində sənin o kiçik bağlamanın 10.000 kilometrlik ölüm-dirim mübarizəsini, robotların rəqsini və buludların üzərindəki gizli logistikanı addım-addım izləyəcəksən. Bu sadəcə alış-veriş deyil, bu texnologiyanın simfoniyasıdır. Sənin sifarişin təsdiqlənən kimi dünyanın digər ucundakı nəhəng, pəncərəsiz anbarlarda həyəcan siqnalı çalınır. Bura insanların yox, alqoritmlərin krallığıdır. Bura daxil olan kimi bizi Kiva və ya yeni nəsil Pegasus robotları qarşılayır. Onlar kiçik, narıncı və çox ağıllıdırlar. Onların iş prinsipi səni təəccübləndirəcək. Bizim bildiyimiz və alışdığımız mağazalarda insanlar rəfə gedir. Amma burada rəflər insanın ayağına gəlir. Robot rəfin altına girir, onu 340 kiloqramlıq yükü ilə birlikdə qaldırır və yerdəki QR kodları oxuyaraq millimetrlik dəqiqliklə hərəkət edir. Burada təsadüfi yerləşdirmə prinsipi işləyir. Yəni oyun konsolu ilə diş pastası eyni rəfdə ola bilər. Niyə? Çünki süni intellekt bilir ki, onları eyni vaxtda sifariş etməyə ehtimalın var. Robotlar bir-biri ilə danışır, toqquşmur və saniyələr içində sənin məhsulunu qablaşdırma zonasına çatdırırlar. Məhsul rəfdən götürüldü. İndi o qablaşdırmadadır. Amma burada da adi insanlar işləmir. Maşınlar, yəni robotlar işə düşür. Bu maşın məhsulun ölçülərini 3D skanerlərlə saniyənin 1/10 sürətində ölçür. Bu robotlar standart qutulardan istifadə etmir. O həmin an məhsulun ölçüsünə uyğun kartonu kəsir. Bu həm kağız israfının, həm də daşınma zamanı məhsulun silkələnməsinin qarşısını alır. Ardınca isə ən maraqlı texnologiya gəlir. Qutu konveyerdə saatda 15-20 km sürətlə irəliləyərkən bir termal printer sənin ünvanını çap edir. Amma heç bir mexaniki qol qutuya toxunmur. Maşın ERJ texnologiyası ilə, yəni qəfil hava üfürməsi ilə etiketi qutunun üzərinə atır. Dəqiqlik isə 99,9%-dir. Bağlaman artıq yola hazırdır. O indi beynəlxalq tranzit zonasına, yəni hava limanına yollanır. Burada o xüsusi alüminium konteynerlara yerləşdirilir. Bura əsl mühəndislik möcüzəsidir. Təyyarənin yük bölməsində hər qramın yeri var. Süni intellekt bağlamaları elə yerləşdirir ki, təyyarənin ağırlıq mərkəzi pozulmasın. Sənin qutun bəlkə də hazırda 11.000 metr yüksəklikdədir. Çöldə -60 dərəcə şaxta var. Amma qutunun içindəki o texnoloji cihaz xüsusi izolyasiya sayəsində qorunur. Sən isə sifarişinin statusunu yoxlayanda sadəcə yoldadır yazısını görürsən. Amma o yazı arxasında bağlaman okeanları aşır. Təqribən 3 fərqli ölkənin hava məkanından keçir və hər ölkənin radar sistemində rəqəmsal iz buraxır və nəhayət bağlaman ölkəyə çatdı. Amma ən böyük maneə hələ qarşıdadır: gömrük. Bura bir filtrdir. Sənin qutun yüksək sürətli rentgen aparatlarından keçir. Süni intellekt təsvirləri skan edir və əgər qutunun içindəki ilə bəyan edilən əşya uyğun gəlmirsə, sistem qırmızı işıq yandırır. Hər gün milyonlarla bağlama bu qapıdan keçir. Əgər sən vergi və rüsumları onlayn ödəmisənsə, bağlaman yaşıl dəhlizə keçir. Bu o deməkdir ki, dövlətin rəqəmsal sistemi sənin qutuna etibar edir. Bu rəqəmsal güvən zənciri olmasa, sən sifarişini aylarla gözləməli olardın. İndi isə son mərhələdir. Logistikada buna son mil deyilir. Bu, bütün zəncirin ən bahalı və ən çətin hissəsidir. Bağlaman yerli anbarlara gəlir və burada xüsusi maşınlar onu sənin yaşadığın rayona uyğun ayırır. Kuryerin planşetində süni intellekt marşrutu cızır. Sola dön, tıxasdan qaz, bu binanın arxa qapısından gir və nəhayət o tanış səs, qapı zəngi. Sən qapını açırsan, kuryer sənə bir qutu uzadır. Sən o qutunu alanda əslində 10.000 kilometrlik bir macəranın son nöqtəsini qoyursan. Sən o bağlamanı açanda çıxan səs əslində minlərlə robotun, yüzlərlə mühəndisin və buludların üzərindəki pilotların işinin yekun akordudur. Xaricdən sifariş vermək sadəcə bir alış-veriş deyil. Bu, bütün dünyanın sənin üçün səfərbər olmasıdır. Və sizin bağlamanız hazırda hardadır? Bəlkə də o, hazırda hansısa okean üzərində sənin qapına gələn yolu xəyal eləyir. Gəldik videonun sonuna. Əgər videonu bəyəndinizsə bəyənməyi və gələn videolardan da xəbərdar olmaq istəyirsinizsə aşağıdan kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşənədək.